Necə rəhimlidir, necə amansız, necə mehribandır qadın ürəyi. Sən onu sındırsan, bil ki, aqansız, ağlayan kamandır qadın ürəyi. Qadını, onun saf və ziddiyyətli duyğularını belə tərənnüm edirdi şair Tofiq Bayram. Bu gündə onun üçün ürəyi yanan bir qadındır. Bacısı Svetlana Bayramova. Şair qardaşı yaddan çıxmır. Hər xatirədə, hər misrada onun izi yaşayır. Mən sənin görüşüyə gəlmişəm və sevdiyin qızıl güllərlə bərabər gəlmişəm. Tofiq Bayram 1934-cü il dekabrın 16-sında Əmircanda dünyaya gəlib. Ədəbi fəaliyyəti ötən əsrin 50-ci illərində başlayıb. Elə həmin illərdən də istedadı ilə seçilən gənc şair qısa zamanda poeziya aləmində öz imzasını formalaşdırır. O hər şeiri çap olunanda biz səhər-səhər gedirdik, həmin o qəzeti alırdıq, şeiri oxuyurduq. Bəzən elə olurdu ki, hansısa bir şeir o vaxt nəsə bilmirəm, ola bilər ki, nəsə mənim ürəyimə yatmırdı, belə hadisələr də olub. Və Tofiq dayanıb evdə oturub gözləyirdi ki, biz zəng eləyəcəyik ona, şeir haqqında öz fikrimizi deyəcəyik. Bəzən elə olurdu ki, mən oxuyurdum şeiri, bəlkə də mən bunu hələ dərk eləmirdim, o vaxt çox cavan idim. Ola bilər nəsə onun hisslərini bölüşə bilmirdim. Bir də gördüm ki, özü mənə zəng eləyir. Özü o, yəni onda belə bir adət var idi. Bəzən rəsmiyyətə keçirdi zarafatla. Mənə deyirdi ki, nə oldu? Şeiri oxudunuz, belə deyirdi siz deyə. Deyirdim ki, hə, oxudum. Xeyr ola, bəyənmədiniz, mənə deyirdi. Deyirdim, yox, Tofiq, elə demə. Yox, mən bilirəm, əgər siz mənə zəng eləmədinizsə, deməli, şeir bəyənilməyib. Tofiq Bayram zarafatçıl və şən xasiyyəti ilə seçilirdi. Onun məhəbbət mövzusunda yazdığı şeirlər isə illərdir ki, dillər əzbəridir. Şair öz demişkən, eşqə sədaqətdən yazan şairin hardasa gizli bir məhəbbəti var. Şair sevməsə, kiməsə vurulmasa, təbii ki, o səviyyədə şeiri yaza bilməzdi. Məsələn, Tofiqin bir görüş şeiri var. Biz ki, unutmuşduq ilk məhəbbəti. Ah, bu qəfil görüş qəfil olmayadı. Mənim gözlərimdə eşqin həsrəti, sənin gözlərində yaş olmayadı. Sən də bəxtiyarsan, mən də bəxtiyar. Bəs bu həsrət nədir, bu məlal nədir? Dayanma, bu gedim gözləyənim var. Gedimmi bir hədir, bu sual nədir? Böyük söz ustadlarının ömrü bəzən qısa olur, amma şeirləri onları yaşadır. Tofiq Bayramın adı yalnız poeziyasıyla deyil, adını olan küçə, park və büstlərdə yaddaşlara həkk olunub. Bacısı Svetlana Bayramovanın sözlərinə görə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Tofiq Bayramın adına park salınıb. Parkın açılışında Ulu Öndər şəxsən iştirak edib. Biz onun xatirəsi qarşısında, sizin qarşınızda bəyan edirik ki, Azərbaycanın belə insanları həmişə qiymətləndirilib və bundan sonra da qiymətləndiriləcəkdir. Gəldi, təbii ki, mənimlə görüşdü, anamla görüşdü və o vaxtaca mən Heydər Əliyevlə artıq görüşmüş idim, yəni şəxsən məni tanıyırdı. Sonra gəldik bu abidənin önünə, Heydər Əliyev bu abidənin örtüyünü açdı və bax, o uşaqların bugün oynadığı yerdə tribuna qoyulmuşdu və tribunaya çıxdı. Birdən gördüm ki, Bakının meri mənə yaxınlaşdı, mənə qayıtdı ki, səni çağırır. Təsəvvür edin, tribunada bu tək dayanıb və məni dəvət edir. Yəni, nəysə, mən tribunaya çıxdım. Çox səmimi yenə də mənə ilə növbətidir. Yəni, o gəlib, o heykəli açıb, ora çıxdığı müddətdə artıq bir neçə dəfə bir ata məhəbbəti ilə mənimlə görüşmüşdü. Tofiq Bayram həm şair, həm də tərcüməsi idi. Bu il onun vəfatından 34 il ötür. Amma onun qələmi ilə yazılan bu sözlər bu gün də xalqın qəlbində yaşayır, mahnıya çevrilir, yaddaşlarda qalır. İllər boyu səni gəzdim, ay gecikən məhəbbətdim. Sən yubandın, mən tələsdim, getdi gənclik təravətim. Ay gecikən məhəbbətim.